Mağazada iş sahəsi elə hazır olmadığı üçün müvəqqəti olaraq burada çəkiliş edirik. Yeni mağaza açılış prosesini əslində iki hissəyə bölmək olar. Bir, sahədə görülən işlər, bir də ofisdə görülən işlər. Sahədə görülən işlərə təmir aiddir. Bunu biz ayrıca 3-cü seriyada çəkəcəyik. İndi isə daha çox ofisdə görülən işlər haqqında danışmaq istəyirdim. Ofisdə görülən işləri sadalasaq, bu namingdir, yəni mağazanın adını düşünmək lazımdır. Bu brandingdir, yəni mağazanın korporativ üslubunu düşünmək lazımdır. Bir də ki, dizayndır, yəni ki, təmirin dizaynını əvvəlcədən düşünmək lazımdır. Sadaladığım hər bir iş üçün ayrıca mütəxəssisə müraciət etmək lazımdır, amma əvvəlcədən də özünüz də qaralama işləri görsəz, daha məqsədə uyğun olar. Bunu necə etmək olar? Sadəcə sizin sahəyə aid açar sözləri daxil edəcəksiniz, hər hansı bir sloqan varsa onu burada qeyd edəcəksiniz və sayt vasitəsilə sizə uyğun təkliflər veriləcək. Təbii ki, bunlar hamısı ideal deyil. Siz artıq bu təkliflə əgər dizaynerə müraciət etsəz, daha məqsədə uyğun olacaq. Eyni qayda həm branding üçün, həm də ki, interyer dizayn üçün keçərlidir. Sadəcə onlara uyğun sayt tapmamız lazım. Biz də elə etdik.